Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Çox maraqlı bir mövzu ilə bu gün yenə evlərinizin qonağı olacağam. Dəyərli müəllimlər, bugünkü dərsimiz baxdıqda biraz mürəkkəb görsənə bilər. Əslində amma çox sadə bir dildə izah eləyəcəm. Sizin üçün də yəni çox maraqlı olacaq. Orada maşınların iş prinsipini, yəni öyrənməyə ehtiyac yoxdur. Yəni onsuz da maşını işlətməyəndən sonra onu çox da sən otur müzakirə elə başa düşə bilməzsiniz. Amma zamanla inşallah aranızda elələr var ki, yəni tikiş maşından heç xəbərsizdir. Zamanla maşınla işlədikdən sonra artıq aydın şəkildə sizə onlar izahlı olacaq. Bu gün isə sadəcə sizə, yəni əsas vacib hissələrdən məlumat verəcəm. İndi isə gəlin keçək mövzumuza. Əsasən bugünkü dərsimizdə tikiş maşınlarının əsas hissələrinin quruluşunu öyrənəcəyik və onların necə işlədildiyini çox sadə və aydın şəkildə izah eləyəcəm. İlk öncə deyək ki, tikiş maşınları necə yığılır müəllimlər? Tikiş maşınları bir çox hissənin birləşməsindən ibarətdir. Bütün hissələr bir-birinə düzgün istiqamətdə birləşdirilir ki, maşın işləyə bilsin. Bəzi hissələr sabit qalır, yəni hərəkət etmir, bəziləri isə fırlanır və ya irəliyə geriyə hərəkət eləyə bilir. Məsəl üçün, buna nəyə misal göstərə bilərəm? İynəni. İynəni maşının içində bir vintlə yerinə bərkidirik ki, tikiş zamanı yerindən tərpənməsin. Çünki iynə bizim ən vacib hissəsidir maşının. Çünki biz orada iynə vasitəsilə tikirik də geyimimizi. Bundan sonra bir də var ki, hissələrin birləşdirilməsinin necə olması. Bəs gəlin görək hissələrin birləşməsi neçə cür olur? Hissələrin birləşdirməsi müəllimlər iki cür olur əsasən. Sökülə bilən birləşmələr, sökülə bilməyən birləşmələr. Sökülə bilən birləşmələr vintdir, boltdur. Bunlar əsasən bu kimi hissələr sonradan sökülə bilirlər. Bir də var sökülə bilməyənlər. Sökülə bilməyənlərə isə tam bərkidilən və sökülməyən hissələrə aiddir. Yəni hərəkətsiz hissələr. Məsələn, buna misal göstərmək istəyirəm. Məsəl üçün iynə aparıcı hissəyə vintlə bağlanır. İstədikdə vinti açıb iynəni dəyişə bilirik. Məsələn, iynəmiz sındıqda, paslandıqda, ağzı kütləşəndə biz də çıxardırıq, iynəni yenisi ilə əvəz eləyirik. Bu olur ki, sökülə bilən. Ondan sonra bir də var fırlanma və hərəkətin ötürülməsi müəllimlər. Burada isə maşının içində fırlanan vallar var müəllimlər. Vallar fırlanma hərəkətini digər hissəyə ötürmək üçündür. Bütün bu hadisələrdə, yəni işin gedişatını yerinə yetirmək üçün isə istifadə olunur. Podşipilniklərdən, qayışlardan, bir də dişli barabanlardan. Podşipilniklər fırlanmanı yumşaq ötürür müəllimlər. Qayışlar uzun məsafədə fırlanmanı ötürürlər. Dişli barabanlar isə fırlanmanı daha güclü ötürürlər. Məsəl üçün, deyək ki, biz maşını işə salırıq, mühərrik fırlanır. Bu fırlanmanı podşipilniklər və qayışlar vasitəsilə iynəyə çatdırır. Bu zamanda nə edirik? Biz bunun vasitəsilə işimizi yerinə yetirə bilirik. Bəs fırlanmanı irəliyə geriyə hərəkətə çevirmək üçün nə etmək lazımdır? Deməli, tikiş üçün yalnız fırlanma kifayət eləmir müəllimlər. Bəzi fırlanma hərəkətini irəli-geri hərəkətə çevrilməlidir ki, bu işi görən mexanizmdə çarx qolu və sürgü qoludur. Məsələn, buna misal göstərim. Məsələn, iynəni aşağı və yuxarı hərəkət etdirilməsi üçün. Çarx qolu fırlanır, bu fırlanma sürgü qolu vasitəsilə irəliyə geriyə hərəkətə çevrilir. Məsələn, mən iynəni saxlamaq istəyirəm və yaxud da ki, alt sapı üst iynə vasitəsilə çıxartmaq istəyirəm. Bu kimi işlərdə indi maşınla işləyən müəllimlər daha aydın şəkildə mən başa düşürlər. Sonra bir də orada var ki, onun strukturu, sxemi. Onun isə oxumağınıza ehtiyac yoxdur müəllimlər. O sizin üçün yəni artıq söz artıq olacaq. Çünki biraz onu başa salmaq sizə nəzəri dildə çətin olacaq. Əsas odur ki, maşınla işləyəsiniz ki, o işin mexanizmini biləsiniz. Bunu da zamanla inşallah özünüz əldə edəsiniz. Düz aramızda elə müəllimlər var ki, dərzi müəllimlərdir. Onlar artıq başa düşürlər orada söhbət nədən gedir. Beləncə, yəni mən sizə əsas onların hissələrinə və işi əsas görən mexanizmlərini bilməyinizi yəni məsləhət görürəm. Beləliklə, bugünkü tikiş maşını hissələri haqqında öyrəndiklərimiz bu qədər. Ümid edirəm ki, hər şey sizin üçün aydın oldu. Hər birinizə uğurlar arzulayıram. Əgər hər hansısa bir sualınız olsa,